Salam, hər vaxtınız xeyir olsun müəllimlər. Bugünkü dərsimiz yanacaq energetika məsələləridir. Yanacaq energetika sənayesinə başlayaq. Yanacaq energetika sənayesi yanacağı hasil edən, emal edən və ondan elektrik enerjisi istehsal edən sahələrin ümumi məcmusudur, yəni ümumi cəmidir. Özü iki yerə bölünür. Bir, yanacaq sənayesi, bir də elektrik enerjisi istehsalı. Bizə lazımdır yanacaq sənayesi. Yanacaq sənayesinə daxildir neft, təbii qaz, daş kömür, torf, quru odun və yanar şist. Hər yanacaq növünün özünün miqdarına görə istilik verilmə qabiliyyəti də fərqlidir. Daha çox istilik verilmə qabiliyyətinə malik olan yanacaq bunlar arasında neftdir, sonra təbii qazdır, sonra daş kömür, sonra torf, daha sonra quru odun, ən sonunda isə yanar şistdir. Həm abituriyentlərə, həm miqlərə bəzən elə olur ki, məsələ yox, birbaşa bunların istilik vermə əmsalının və yaxud miqdarının artma və yaxud azalma arzuluğu soruşur. Şərti yanacaq vahidi anlayışı var. 1 kiloqram daş kömür yanarkən alınan istiliyin miqdarıdır. Bu da 7000 kilokaloriyə bərabər olur. Daş kömürün əmsalı oldu 1. Neftin əmsalı 1/5'dir. 1/5'i 7.000'ə vursaq 10.500 alarıq. Təbii qazda 1/4'dür. 7.000'ə vursaq 9800 alarıq. Torfun əmsalı 0/5'dir. 7.000'ə vursaq 3500 kilokalori alarıq. Quru odun əmsalı 0/4'dür. 7.000'ə vursaq 2,8, daha dəqiq desək 2800 kilokalori alarıq. Yanar şistin əmsalı 0/3'dür. 7.000'ə vursaq 2100 kilokalori almış olarıq. Bir yanacaq vahidini digər bir yanacaq vahidinə çevirmək üçün əvvəlcə həmin yanacaq vahidinin miqdarını öz əmsalına vurub çevirmək istədiyimiz yanacaq vahidinin əmsalına bölməliyik. Və yaxud öz kilokalorisinə vurub çevirmək istədiyimiz yanacağın kilokalorisinə bölməklə də cavabı almağınız mümkündür. İndi keçək məsələ üzərində izahına. Zavodun sutkalıq enerji sərfiyyatı 20 kiloqram yanar şist hesabına ödənir. Yanacağı təbii qaz ilə əvəz edək. Görək neçə kub metr qaz lazım olacaq. Birinci qayda 20 vur öz əmsalı. Yanar şistin əmsalı nə qədər idi? 0,3 idi. Bölək çevirmək istədiyimiz yanacağın əmsalına. Təbii qazın əmsalı nə qədərdir? 1,4'ə. Baxaq görək neçə cavab alınır. %20 vuraq 0,3 bölək 1,4. Təqribən qalxılı bir rəqəm alındı. Alınır 4,28. Bunu başqa cür necə hesaplamaq mümkündür? 20'ni vuracaqsınız yanar şistin kilokalorisine, yəni 2100'ə, böləcəksiniz təbii qazın kilokalorisine, yəni 9800'ə. Yenə də eyni cavabı, yəni 4,28'i almaq mümkündür. Demək bizə lazım olan təbii qazın miqdarı 4,28 kub metrdir. Keçid edirik 2021-ci ildə müəllimlərin şəqabına düşmüş suala. Bu da yanacaq energetika məsələsindən bağlıdır. Müəssisənin sutkalıq yanacaq sərfiyyatı 20 ton daş kömür hesabına, 30 ton daha doğrusu daş kömür təşkil edir. Əgər alternativ yanacaq olaraq neftdən istifadə edilərsə, sutkalıq nə qədər yanacaq sərf edilə bilər? Qaydamıza əsasən daş kömürün miqdarını öz əmsalından, yəni 1'ə vurub bölmək lazımdır neftin əmsalına, yəni 1,5'ə. Bu da bərabərdir 20 ton edəcək.
Cavab Y bəndə. Bu, müəllimlərin şəqamına düşmüş sualdır. Və yaxud digər üsulla 30-u vuracaqdıq 7000-ə, böləcəkdik 10.500-ə. Yenə də 20 ton almış olardınız. Sizə hansı yol uyğundur, həmin yolla həll edə bilərsiniz. İndi keçək nisbətən digər tipli, çətin tipli tapşırıqlara. Birinci tapşırıqdan başlayaq. Bir barel neftin qiyməti 130 manat təşkil edir. Bir barel biz bildik ki 159 litrdir. Burada yazırıq 159 litr bərabərdir 130 manat. Yanacağı daş kömürü ilə əvəz etsək, günlük 50 milyon 85 min kilokalori enerji almaq üçün neçə manat ziyan etmiş olarıq. Qeyd edir ki, nəzərə alın ki, 1 kiloqram daş kömürün qiyməti 1,3 manatdır. Əvvəlcə görək, neftdən istifadə edərkən neçə manat pul lazım idi? Neftin 1 litrinin yanmasından alınan istiliyin miqdarı 10.500 olduğuna görə nə iş görməliyik? 50 milyon 85 mini 50 milyon 85 mini böləcəyik 10.500-ə. Eləyəcək 477 litr, 4770 litr. 159 litr 130 manatsa 4770 litr x manatdır. 4770 ardından aldıq. 50 milyon 85 mini böldük 1 litr neft yanarkən alınan istiliyin miqdarı, yəni 10.500-ə. Baxaq görə cavab neçə alırıq? X bərabərdir 3900 manat. Neftdən istifadə edərkən 3900 manat xərcləyirik. İndi keçək daş kömürdən görək nə qədər xərcləmək lazım olacaq. 50 milyon 85 mini bölmək lazımdır. 1 kiloqram daş kömür yanarkən alınan istiliyin miqdarı, yəni 7000-ə. Elədi 7155 litr, kiloqram daha doğrusu, 7155 kiloqram. Əgər 1 kiloqram 1,3 manatdırsa, o zaman 7155 kiloqramda x manatdır. Baxaq görək nə qədər edir bu? 9301,5 manat. Neftdən istifadə edərkən 3900 manat pul xərcləmişdik. Amma daş kömürdən istifadə etdik, 9301,5 manat xərcləmiş olduq. Ziyanımız görək nə qədərdir? Yəni 9301,5 çıxaq 3900. Görək nə qədər eləyəcək? Ziyanımız 5401,5 manatdır. Keçdik ikinci məsələyə. 2000 litr neftdən alınan enerjinin miqdarı 5 ton, yəni 5000 kiloqram quru odundan alınan enerjidən neçə kilokalori çoxdur? İki üsulla eləyə bilərsiniz. Kilokalori ilə hesablaya bilərsiniz və yaxud əmsalla hesablaya bilərsiniz. Kilokalori ilə hesablayaq. 2000 demək litr neft. Neftin 1 litrindən 10500 kilokalori enerji aldığına görə 10500'ə vur. Edəcək x kal. İndi 5 ton quru odun. 5 tonumda 5000 kiloqram deməkdir. 5000'i də vuracağıq. 1 kiloqramından, quru odunun 1 kiloqramdan 2800 kilokalori enerji aldığına görə 2800'ə bərabərdir
Y kal. Burada da deyir ki, neçə kilokalori çoxdur? X hesablayacaqsınız və Y hesablayacaqsınız. Arasına bir dənə fərq qoysanız, cavabı almış olacaq. Üçüncü tapşırığa baxırıq. 10 litr neftin yanmasından alınan istilik enerjisi neçə kiloqram yanar şiş yandırmaqla almaq mümkündür? Tamam, bu dəfə də əmsalına gedək. 10 litr 10 vurduq. Neftin əmsalı nə qədərdir? 1,5. Nəyə çevirmək lazımdır? Yanar şişdə. Bölək 0,3. Baxaq görək nə qədər alınacaq. 10 vuraq 1,5 bölək 0,3. Elədir 50 kiloqram. Demək 10 litr nefti yanar şişlə əvəz etsək 50 kiloqram yanar şiş lazım olar. Zavodun sutkalıq enerji sərfiyyatı demək 133.000 kilokaloriyə bərabərdir. Enerji almaq üçün təbii qaz və torfdan istifadə edilmişdir. Təbii qazın miqdarı 10 kub metr olarsa, istifadə olunmuş torfun miqdarı neçə kiloqram olar? 4-cü tapşırıqdan 5-ci tapşırıq demək olar ki, bir-birinə oxşardır. 4-ü izah edəcəm mən. 2 qaydasını deyəcəm bu tipli tapşırığın. Birinci qaydasında şərti yanacaq vahidinə böl, şərti yanacaq əmsalını tap. Yəni 133.000-i böl 7.000-ə. Görək neçə əmsal yanacaq alınacaq. $19 əmsal yanacaq alındı. Görək bu 19 əmsalın neçə əmsalı təbii qazın hesabındadır. Təbii qazın miqdarı 10 kub metrdir. Əmsalı da 1,4 olduğuna görə 10 vurulsun 1,4 bərabərdir 14 əmsal. 19-un 14 əmsalı əgər təbii qazın hesabınadırsa, qalır 5 əmsalı nəyin hesabına? Demək torfun hesabına. Torfun öz əmsalı da 0,5 olduğuna görə 5-i bölük 0,5-ə eləyir 10 kiloqram torf. Bu birinci üsulumuz. Keçdi ikinci üsula. 133.000 kilokalorini yazırıq. Çıxıq. Təbii qazın miqdarı 10 kub metrdir. 1 kub metrdən alınan istiliyin miqdarı isə 9800-dür. Onu 9800-ə vurduq, elədir 98.000. Torfa nə qədər qaldı? 35.000 kilokalori. 1 kiloqram torf yanarkən 3500 kilokalori enerji alındığına görə 35.000-i böləcəyik 3500-ə. Yenə də 10 kiloqram almış olarıq. Aşağıdakı da eyni onun kimidir. Demək 140.000-i böləcəyik 7.000-ə bərabərdir 20 əmsal yanacaq alınacaq. Həmin 20 əmsalın 10 litr neft olduğuna görə 10 vuraq 1,5 bərabərdir 15 əmsalı nəyin hesabınadır? Neftin hesabınadır. Neçə əmsalı qalacaq torfun hesabına? Yenə 5 əmsalı. 5 bölünsün. Torfun öz əmsalı da 0,5 olduğuna görə 0,5-ə bölürsünüz. Eləyir yenə 10 kiloqram. Hansı məsələdə qaranlıq məqam qalsa, dərs müddətində soruşarsınız.